Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağdam rayon 1-ci Yüzbaşı kəndində gözəl bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Sağ olun, çox sağ olun. Xoş gördük. Siz sağ olun. Adınız, soyadınız? Nəsibov Allahverdi Ədiloğlu, Ağdam rayonu 1-ci Yüzbaşı kənd sakini. Və neçənci ildən anadanmışsınız? 12-si 07-1967-ci ildə. Hansı ali məktəb bitirmişsiniz? Hansı ixtisas üzrə hal-hazırda da dərs deyirsiniz? Mən bitirmişəm Ağdam kənd təsərrüfatının mexaniki nəqliyyatçılması və elektrləşdirilməsi texnikumunu. Bəli. İşləmişəm 1989-cu ildə Ağdam rayonu Xındırıstan kənd texniki 130 nömrəli texniki peşə məktəbində istehsalat təlim ustası vəzifəsində çalışmışam. 1994-cü ildə Ağdam rayonunun polis şöbəsinə daxil olmuşam. Həmən ildən 2013-cü il 2 fevral təqaüdə çıxmışam. Hal-hazırda Ağdam rayonu 1-ci Yüzbaşılı kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıram. İndi hal-hazırda da elə həmən vəzifədə çalışıram. Mən ümumilikdə neçə il fəaliyyət göstərirsiniz? Ümumilikdə 11 ildir fəaliyyət göstərirəm. Təxriratlarınız, mükafatlarınız olub? Yəni, mükafatlarımız polisdə işləyən vaxtı olub. Yəni, hal-hazırda bəli, özüm də 1-ci Qarabağ müharibə veteranıyam. Yəni, bildiklərimizdən şagirdlərimizi öyrədirik, şagirdlərimiz maarifləndiririk. Hal-hazırda bütün Allah şəhidlərimizə rəhmət eləsin. Yəni, Ali Baş Komandanımıza can sağlığı versin. Bütün şagirdlərimizi maarifləndirik, xalqımıza, devlətimizə, prezidentimizə. Şagirdlərinizdən sizin yolunuzu davam elətdirənlər, mən hansısa bir ali məktəbə qəbul olanlardan var? Yoxdur, amma çalışırlar da, bəli, çalışırlar. Həmən vəzifələr biraz məsuliyyətli, biraz çətin olduğuna görə biraz şagirdlərimiz o ixtisasdan biraz kənar gedirlər. Amma çalışanları var. Çox gözəl. Çalışanları var. Çox gözəl. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik çox gözəl və ağır bir peşədir. Ona görə ki, həyat müəllimin adı ilə, müəllimin sənəti ilə, müəllimlik adını nətər deyərlər, eşidib, bilən. Bir sözlə, müəllimin özünə belə müəllim dərs deyib. Hər bir ziyalı insana, hər bir ziyalı başda oturanlarımıza deyib, müəllim təhsili görüblər. Müəllimlik sənəti çox çətin və şərəfli peşədir. Şərəfli bir peşədir, bəli. Əlbəttə. Mənim həyat yoldaşınızın adı, soyadı? Nəsibova Sayalı Abdullah qızı. Bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Neçə evladınız var ümumilikdə? 3 evladımız var, 4 nəvəmiz var. Allah sağ eləsin. Sağ olun, çox sağ olun. Hal-hazırda həyat yoldaşımız Nəsibova Sayalı Abdullah qızı Ağdam rayonunun Paşavəli kənd orta məktəbində laborant vəzifəsində çalışır. Oğlum Nəsibov Nicat Allahverdi oğlu həmən 1-ci Yüzbaşılı kənd tam orta məktəbində gündüz qarolçusu, gözətçisi vəzifəsində çalışır. Onun həyat yoldaşı Nəsibova Türkanə həmən məktəbdə kitabxanaçı işləyir. Çox gözəl müəllim. Nəvələrinizdən sizin yolunuzu davam elətdirənlərdən var? Hələlik onlar hazırlaşırlar, hazırlaşırlar. İnşallah da ki, hazırlaşıb sizin yolunuzu davam elətdirənlər. İnşallah. Çox sağ olun, var olun. Sizə inşallah baxacaqlar buradan 10 il sonra, 5 il sonra, 20 il sonra nəvələriniz, nəticələriniz, övladlarınız, Allah ömrünüzü uzun eləsin. Onları ətrafınıza yığıb özünüz baxasınız. Onlara nə ürək söz bildirərdiniz? Mən onlara həyatda birinci növbədə sağlam can sağlığı, ikinci yaxşı oxusunlar, babaları, nənələri kimi xalqına, devlətinə, prezidentinə xidmət eləsinlər. Salih seçilən evladlardan olsunlar. Onlar həmişə
atalarının, analarının, nənələrinin, babalarının Fəxr olsun. fəxri olsun. Amin deyək biz də. Çox sağ olun müəllim, var olasınız. Gəldik, sizi də tanıdıq. Sizinlə tanış olduğumuzda çox şad olduq. Təşəkkürümüzü bildiririk sizə, xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun, var olasınız.